Təşəkkür edirəm. Mən inanıram ki, elm nəinki Allahın varlığını inkar etmir, əksinə onun mövcudluğuna çox güclü şəkildə işarə edir. Onun mövcudluğuna çox güclü şəkildə işarə edir. Kainatın başlanğıcı, fiziki qanunların incə tənzimlənməsi, DNT-dəki kodlaşdırılmış informasiya və insan şüuru, bunlar yaradanın izlərini göstərir. Mən isə hesab edirəm ki, elm təbiətdə baş verən hadisələri izah etmək üçün kifayətdir bəy. Biz anlamadığımız şeyləri Allah etdi deməklə əvəzləmək boşluqların tanrısı arqumentidir. Elm inkişaf etdikcə əvvəllər ilahi səbəblərlə izah etdiyimiz şeylərin təbii mexanizmlərini tapırıq. Ona görə də tanrıya ehtiyac yoxdur. 20-ci əsrin ortalarında alimlər Edwin Hubble, Lemaitre və digərləri aşkar etdilər ki, kainat genişlənir. Buna əsasən məşhur fəlsəfi məntiqi analizə görə hər başlanğıcı olan şeyin bir səbəbi var. 2. Kainatın başlanğıcı var. Üçüncüsü də budur ki, deməli, kainatın bir səbəbi olmalıdır. Bu səbəb maddi deyil, zaman və məkanın xaricindədir və möhtəşəm gücə malikdir. Bu xüsusiyyətlər Tanrının mahiyyətinə tam uyğundur. Amma biz böyük partlayışdan əvvəl nə olduğunu bilmirik. Fizika qanunları orada işləmir. Bəlkə kainat öz-özünə yaranıb. Bəlkə də kvant vakumunda olan dalğalanmalar nəticəsində ortaya çıxıb. Kvant vakumu heç nə deyil, adi bir fiziki sahədir, enerjiyə və qanunlara malikdir. Amma böyük partlayışdan əvvəl nə zaman, nə də maddə var idi. Yəni, heç nədən bir şeyin yaranması fiziki baxımdan mümkün deyil. Beləliklə, kainat fiziki səbəblərdən kənar bir səbəbdən, yəni əzəli və qeyri-maddi varlıqdan doğmalıdır. Bu varlıq Tanrıdır. Kainatın sabitləri elə dəqiqliklə qurulub ki, ən kiçik dəyişiklikdə həyat mümkün olmazdı. Məsələn, gravitasiya sabiti 1/10⁻60 qədər dəyişsəydi, ulduzlar və qalaktikalar yaranmazdı. Kosmoloji sabit 1/10⁻120 qədər dəyişsəydi, kainat ya dərhal çökərdi, ya da ki parçalanardı. Güclü nüvə qüvvəsi 0,5% artsaydı ya da azalsaydı, atomlar sabit qalmazdı. Maddə və antimaddə nisbəti 1/10⁻9 qədər dəyişsəydi, maddə ümumiyyətlə qalmazdı. Astrofizik Roger Penrose hesablayır ki, bu dəyərlərin təsadüfən bu dəqiqliklə mövcud olma ehtimalı 1/10⁻103-ə bərabərdir, yəni 0-a bərabər. Təsadüf bu qədər mükəmməlliyi izah edə bilmir. Təbiət zərurəti də bu incəliyi izah etmir. Yeganə məntiqli izah ağıllı dizayndır. Bəlkə bu dəyərlər zaten elə də olmalı idi. Çünki başqa cür olsaydı, biz var olmazdıq və həmçinin sual verə bilməzdik. Yəni, multikainat nəzəriyyəsi ola bilər, sonsuz sayda kainat varsa, birində həyat yaranmaq şansı təbiidir. Multikainat ideyası problemi həll etmir, sadəcə məsələni uzadır. Əgər sonsuz kainatlar yaradan mexanizm varsa, onun özü də qanunlarla işləməlidir. Bəs o qanunları kim tənzimlədi? Və əsas heç bir sübut yoxdur ki, başqa kainatlar mövcuddur. Bu sadəcə fərziyyədir. Heç bir teleskop, müşahidə və ya təcrübə başqa kainatların varlığını göstərmir. Yəni, multikainat empirik bir fakt deyil, fərziyyə və filosofik ehtimallar səviyyəsindədir. Hətta məşhur fizik Paul Davies deyir ki, multikainat nəzəriyyəsi elmi dəlil deyil, elmi geyimdə metafizikadır. Qaydaq bizim gördüyümüz nizama. Bunu necə izah etməliyik? Ən məntiqli cavab dizayndır. Fizik Fred Hoyle ateist idi. Və belə deyirdi, elə bil ki, fizika və kimya ilə bir super elmli varlıq o yan bu yan edərək bu qanunları tənzimləyib. Bax, ən sadə canlı hüceyrədə belə 580 min nukleotit var. DNT kodlaşdırılmış bir məlumat daşıyır, sanki kompüter proqramı kimi. Tək bir işlə 150 amin turşulu zülalın təsadüfən yaranma ehtimalı 1/10⁻164-düdür. Bu, kainatdakı bütün atomlardan eyni atomu 2 dəfə seçmək qədər mümkünsüzdür. Kainatda bütün atomların sayı 10⁻80-dir. Gəlin, məşhur fəlsəfi məntiq metodunu yenə tətbiq edək. İnformasiya həmişə ağılın məhsuludur. Kod varsa, proqramçı da var. Deməli, həyat təsadüflərin nəticəsi deyil, mütləq və mütləq elmli bir yaradıcının işidir. Hələlik həyatın necə başladığını bilmirik, amma kimyəvi təkamül, təbii seçmə və yalnızca zaman bunu izah edə bilər. Allaha əlavə etmək isə sadəcə elmi dayanmağa məcbur edir, başqa heç nə. Əksinə, yaradan anlayışı elmi dayandırmır, istiqamət verir. Dediyin empirik elm necəni izah edir, amma niyə sualına cavab vermir. DNT-nin necə işlədiyini öyrənirik, amma kodu kim yazdı sualı açıq qalır.
Hətta DNT-nin kəşfini edən Francis Crick yazırdı ki, həyatın başlanğıcı sanki bir möcüzə ilə baş verib. İndi bu hissəyə diqqətlə qulaq as. Əgər insan bir gün laboratoriyada həyat yaratsa, bu da sübut edəcək ki, həyat ağıllı dizaynla mümkündür, təsadüflə yox. Həyat ağıllı dizaynla mümkündür, təsadüflə yox. İnsan şüuru, özünü dərk etmək, düşünmək, hiss etmək, bunlar sırf maddi proseslərlə izah edilə bilmir. Beyində neyronlar yanır, amma mən kiməm sualını heç bir fizika izah edə bilmir. Maddə şüuru yarada bilməz. Bu, ruhun və ya mənəvi mahiyyətin sübutudur. Eyni zamanda bütün cəmiyyətlərdə obyektiv əxlaq anlayışı mövcuddur. Zülm, yalan, qətl hər yerdə pis sayılır. Əgər obyektiv əxlaq varsa, bu əxlaq qanunvericisini tələb edir. Yəni Allahı, nəfsə və onu kamil yaradana, sonra ona pislik və yaxşılıq qabiliyyətini verənə and olsun. Əxlaq təkamülün məhsuludur. Qrup halında yaşayanlar üçün əməkdaşlıq və etik normalar qurmaq faydalıdır. Bu da genetik olaraq ötürülüb. Əgər əxlaq sadəcə faydalılıqdırsa, o zaman zülm etmək bəzən faydalıdır və o halda pis olmamalıdır. Amma biz bilirik ki, bəzi şeylər faydasına baxmadan yanlışdır. Bu, əxlaqın təbiətdən yuxarı bir qaynağa malik olduğunu göstərir. O mənbə də ki, Allahdır. Lewisin dediyi şəkildə, bir mənəvi anlayışın digərindən daha yaxşı olduğunu söylədiyin anda, onları bir ölçü meyarı ilə müqayisə edirsən. Və bu meyar insanın özündən yuxarıdadır. Yaxşı, bəs əgər hər şeyin səbəbi varsa, onda Tanrının səbəbi nədir? Mən demirəm hər şeyin səbəbi var. Mən deyirəm başlayan hər şeyin səbəbi var. Tanrı başlanmayıb, o əzəlidir. Əgər hər şeyin səbəbi başqa bir şeydirsə, heç nə başlamazdı. Ona görə də bir ilk səbəb olmalıdır ki, zəncirvari formada o ilkdən başlayan səbəb və nəticə ilə bugün gördüyümüz hər şey var olsun. Quranda Hədid surəsində ona əvvəl, yəni ilk deyilir. O əvvəldir, axırdır. Elm hələ çox şey bilmir, amma zamanla izah edəcək. Bizə Tanrı yox, daha çox bilik lazımdır. Elm irəlilədikcə ilahi izahların sahəsi daralır. Mən razıyam ki, elm irəliləməlidir. Amma elm bizə göstərir ki, kainat başlanğıcsız ola bilməz. Səbəb lazımdır. Sabitlər mükəmməl uyğunlaşmışdır, dizayn lazımdır. DNT informasiya daşıyır, ağıl lazımdır. Şuur və əxlaq maddədən yuxarıdadır. Mənəvi mənbə lazımdır. Bütün bu zəncir bizi əzəli, elmli və mərhəmətli yaradana aparır. Elm Allahı gizlətmir. Əksinə, onun izlərini çox açıq şəkildə bizə göstərir.